Salam əziz izləyicilər, bu videoda 2025-ci ilin iyun ayı üçün bürc proqnozlarını hazırladıq. Hər bürc üçün sevgi, karyera və sağlamlıq sahələrinə aid proqnozları təqdim edəcəyik. İyun ayı qoçlar üçün yeni başlanğıclar olacaq. Enerjiniz yüksəkdir və xüsusilə karyerada irəliləmək üçün əla fürsətlər yaranacaq. Ancaq diqqət, emosiyalarınızı idarə etməsəniz münasibətlərdə gərginlik yaşana bilər. Ətrafınızdakı insanlar sizin liderliyinizə ehtiyac duyur. Toplantılarda daha aktiv olun, ideyalarınızı paylaşın. Ayın ortasında sürpriz bir layihə ilə qarşılaşa bilərsiniz. Subay qoçlar üçün gözlənilməz bir tanışlıq gündəminizə düşə bilər. Münasibətdə olanlarsa daha çox anlayış göstərməlidir. Yorğunluq və baş ağrısı ehtimalına qarşı bədəninizi çox yükləməməyə çalışın. Əhəmiyyətli tarixlər 5 iyun liderlik şansları, 14 iyun romantik görüş, 27 iyun qərar günüdür. Buğa bürcü. Sizi daha dərin düşüncələr və qərar anları gözləyir. İyun ayı daxili gücünüzü ortaya çıxarmaq üçün fürsətlərlə doludur. Maddi mövzularda ehtiyatlı olmaq lazımdır. Təmkinli və sabit olmanız sizə böyük üstünlük verəcək. Ayın ikinci yarısı daha çox gəlir əldə edə biləcəyiniz təkliflər ala bilərsiniz. Sevgi münasibətlərində dərinlik və sabitlik axtarırsınız. Qarşı tərəflə qarşılıqlı hörmətə əsaslanan dialoqlar önəmlidir. Təbiətə çıxmaq, torpaqla təmas sizi müsbət enerji ilə dolduracaq. Buğa bürcü üçün əhəmiyyətli tarixlər 9 iyun maliyyə xəbərləri, 19 iyun ailə ilə bağlı vacib məsələ, 29 iyun yeni tanışlıq günüdür. Əkizlər bürcü. Sizin ayınızda. İyun sizə enerji, cazibə və yenilik gətirir. Sosial dairəniz genişlənəcək, yeni dostluqlar və faydalı əlaqələr yaranacaq. Danışıq və yazılı ünsiyyətdə olduğunuz kimi parlayacaqsınız. Yeni müqavilələr, təkliflər və seminarlarda iştirak mümkündür. Flört və yeni münasibətə başlamaq üçün ideal zamandır. Münasibətdə olanlarsa açıq və dürüst dialoqla münasibətlərini gücləndirə bilərlər. Zehni yorğunluq ola bilər. Meditasiyaya vaxt ayırın. Əhəmiyyətli tarixlər 3 iyun uğurlu tanışlıq, 12 iyun müsbət xəbər, 30 iyun plan qurma vaxtıdır. Xərçəng bürcü. İyun ayı sizə daxili sükunət və duyğusal tarazlıq axtarmağa imkan verəcək. Ətrafınızdakı qarışıqlıqlara baxmayaraq öz mərkəzinizi qorumaq önəmlidir. Hər şeyi dərindən analiz etmək istəyəcəksiniz. Yeni addım atmadan əvvəl düşünün. Ayın sonunda gizli bir fürsət üzə çıxa bilər. Emosional bağların gücləndiyi bir dövrdür. Keçmişdən bir şəxs yenidən gündəmə gələ bilər. Duyğusal vəziyyətiniz fiziki vəziyyətinizə təsir edə bilər. Rahatladıcı fəaliyyətlərə üstünlük verin. Əhəmiyyətli tarixlər 8 iyun özünüzə vaxt ayırın. 15 iyun qərar dəyişikliyi, 24 iyun daxili güc günüdür. Şir bürcü. Şirlər, səhnə sizin üçün olacaq. İyun ayında daha çox diqqət mərkəzində olacaqsınız. Kreativ layihələr və özünüzü ifadə etmə önə çıxacaq. Yeni ideyalarınızı paylaşmaq və rəhbərlik etmək üçün əla fürsətdir. Ayın ortasında özünüzü ifadə etdiyiniz bir təqdimat diqqət çəkəcək. Romantikada olanlar sizi gözləyir. Sevgi həyatınızda etiraz artacaq. Günəşli havalardan yararlanaraq enerjinizi artırın. Əhəmiyyətli tarixlər 6 iyun diqqət mərkəzi, 18 iyun şəxsi uğur, 28 iyun emosional bağlılıq günüdür. Qız bürcü. İyun qız bürcü üçün praktiklik və fokus aydır. Xırdalıqlara olan diqqətiniz bu ayda böyük işlərin təməlini qoya bilər. Özünüzə olan inamınız artsa, mükəmməl nəticələr əldə edə bilərsiniz. Analitik düşüncənizlə iş yerində fərqlənəcəksiniz. Qeyri-müəyyənliklər aradan qalxır. Ancaq qərar vermədən əvvəl detallar önəmlidir. Romantik münasibətlərdə mükəmməllik axtarmaq yerinə anlayışlı olmağa çalışın. Yeni bir tanışlıq sizi düşündürə bilər. Qidalanma və həzm sistemi ilə bağlı narahatlıqlar ola bilər. Təmiz və təbii məhsullara üstünlük verin. Əhəmiyyətli tarixlər 7 iyun iş təklifi, 16 iyun emosional açılma, 23 iyun balans tapma günüdür. Tərəzi bürcü. Harmoniya və estetika ehtiyacınız artacaq. Tərəzilər üçün bu ay münasibətlər və sosial həyatlar ön plandadır. Həyatınızda gözəllik və tarazlıq yaratmaq istəyəcəksiniz. Komanda işi və diplomatik yanaşmalarla müvəffəqiyyət qazanacaqsınız. Şəxsi brendinizi qurmaq və təqdimatlar üçün uğurlu zamandır. Münasibətlərdə romantika yüksəkdir. Uzun müddətli bir münasibətə keçid ola bilər. Dəriniz və gözlərinizə daha çox diqqət yetirin. Əhəmiyyətli tarixlər 4 iyun yeni tanışlıq, 17 iyun razılaşma, 25 iyun balanslı qərar günüdür. Əqrəb bürcü. Duyğular dərin, düşüncələr isə kəskin olacaq. Əqrəblər üçün iyun ayı introspeksiya, yenilənmə və gücünü tapmaq dövrüdür. Arxa planda işlədiyiniz bir layihə nəticə verə bilər, gözlənilməz dəstək ala bilərsiniz. Emosional bağlar güclənəcək, köhnə münasibətlər təkrar gündəmə gələ bilər. Amma bu dəfə fərqli nəticə ilə su elementinə yaxınlıq, üzgüçülük, dəniz gəzintisi sizi rahatladacaq. Əhəmiyyətli tarixlər 2 iyun daxili dəyişiklik, 13 iyun emosional dönüş, 26 iyun qərar anıdır.
Ox atan bürcü, macəra ruhunuz canlanır. Ox atanlar üçün bu ay səyahət, öyrənmə və yeni insanlar tanımaq ayıdır. Rutin sizi sıxa bilər. Dəyişiklik üçün fürsətləri axtarın. Təlim, kurs və tədris sahələrində uğur mümkündür. Xarici əlaqələrlə bağlı irəliləyiş ola bilər. Uzaq məsafəli münasibət və ya mədəniyyətlər arası bağlar gündəmdə ola bilər. İdman və aktiv həyat tərzi sizə güc verəcək, lakin ehtiyatsızlıqdan qaçın. Əhəmiyyətli tarixlər 1 iyun yeni başlanğıc, 11 iyun səyahət xəbəri, 22 iyun perspektiv dəyişimi günüdür. Oğlaq bürcü, praktik yanaşmalar və planlı hərəkətlər uğur gətirəcək. Bu ay məqsəd və məsuliyyətlərinizi yenidən nəzərdən keçirmək üçün ideal zamandır. Yeni bir layihənin idarəçiliyini üzərinizə götürə bilərsiniz. Bəzi oğlaqlar üçün iş dəyişikliyi gündəmdə olacaq. Duyğularınızı ifadə etməkdə çətinlik çəkə bilərsiniz, amma açıq danışmaq münasibətləri yaxşılaşdıracaq. Sümük və bel ağrılarına diqqət edin. Əhəmiyyətli tarixlər 10 iyun planlaşdırma günü, 20 iyun peşəkar dönüş, 30 iyun ailə ilə bağlı qərar günüdür. Balıqlar bürcü, hissləriniz güclənir və intuisiya artır. Bu ay sizin üçün yaradıcı və ruhani fəaliyyətlər ön plandadır. Gözəllik və incəlik axtarışındasınız. Yaradıcı işlərlə məşğul olanlar üçün ilham dolu bir ay olacaq. Ancaq sənədlərə diqqət yetirin. Detalları qaçırmayın. Sevgi dolu və duyğusal anlar sizi gözləyir. Münasibətlərdə qarşılıqlı anlayış artacaq. Meditasiya, yoga və təbiətlə vaxt keçirmək sizi balansda saxlayacaq. Əhəmiyyətli tarixlər 5 iyun duyğusal dönüş, 18 iyun intuitiv qərar, 27 iyun ruhani yenilənmə günüdür. Bütün bürclər üçün iyun ayı şəxsi balans, yenidən qurma və daxili güc tapmaq ayı olacaq. Planetlərin mövqeyi həyatınıza yeni yön verməyə hazırdır. Siz də hazırsınızmı? Videonu bəyəndinizsə bildirişləri aktiv edib kanala abunə olmağı unutmayın. Dikkat! Danışır Baki.